Hər vaxtınız xeyir dəyərli şagirdlər. 14-cü sualın həllinə baxaq. Bizdə verilib ki, 2a 3b-yə bərabərdir, o da bərabərdir c-yə. Olarsa, a plus b-nin b minus c-yə nisbətini bizdən soruşur. Burada da ilk öncə nə edəcəksiniz? 2a bərabərdir 3b bərabərdir 4c. Həmin yenə bu iki ifadəni bərabər edirik. Bu 3 ifadənin əkobuna. 2, 3, 4. Bunların əkobu nəyə bərabərdir? 12a deyək. Və yaxud fərq etməz. 12x olsun. Əgər 2a 12x-dırsa, buradan a nəyə bərabərdir? 6x-ə. 3b 12x-dirsə, b nəyə bərabərdir? 4x-ə. Və 4c 12x-dirsə, c nəyə bərabərdir? Deməli, 3x-ə. Yerinə yazsam, bizdə a var və b var. O zaman sürət nə olacaq? 6x üzərinə gəl 4x. Məxrəc nə olacaq? b çıx c-dir. 4x minus 3x. Buradan nə alıram? Sürət olur 10x, məxrəc olur x. Yekun cavab 10.